Noyabrın 14-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çox kombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib. Raketlərdən biri səfirliyin ərazisinə düşüb və orada böyük bir yanğın əmələ gəlib. Səfirliyimizin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir hissəsi uçub. Həmçinin səfirliyin pəncərələri sınıb. Diplomatlara məxsus avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Ukraynanın müvafiq qurumları cəlb olunub. Dəyən ziyan araşdırılır. Onu da qeyd edək ki, bu artıq birinci hal deyil. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. Lakin bu dəfəki ziyan miqyasına görə daha böyük və ciddi olub. Səfirliyin şəxsi heyəti arasında yaralanan yoxdur. Kiyev şəhər hərbi administrasiyasının açıqlamasına görə paytaxt Kiyevə edilən ballistik və dron hücumu nəticəsində azı 4 mülki şəxs həlak olub. 30-a yaxın insan isə xəsarət alıb. Xəsarət alanlar arasında uşaqlar da var. Hava hücumu nəticəsində 20-yə yaxın ballistik və qanadlı raketlərdən istifadə edilib və 400-dən artıq zərbə drona atılıb.